Nəsibə Tağıyevaya məxsus yaşayış evinin qəsdən yandırılması ilə bağlı məhkəmə prosesi başa çatıb. Yevlağın Marzılı kəndində baş verən hadisədə təqsirləndirilən şəxs qismində hakim qarşısında Nəsibə Tağıyevanın gəlini və onun bacısı çıxarılıb. Belə ki, Nəsibə Tağıyevanın 1986-cı il təvəllüdlü gəlini bacısı ilə birgə qadının evdə olmamasından istifadə edərək mənzilə daxil olub və pərdənin üzərinə neft məhsulu tökərək alışdırıblar. Bacılar bu əməllə qadına ümumilikdə 90 min manat ziyan vurublar. Nəsibə Tağıyeva evinin Şəfaqət və Fəxriyə bacıları tərəfindən yandırıldığını düşünməyib. O başqa şəxsdən şübhələnib və həmin adamla bağlı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edib. Ona polisdən bildirilib ki, evi şikayət etdiyi şəxs tərəfindən yox, gəlini Şəfaqət və onun bacısı Fəxriyə tərəfindən yandırılıb. Təqsirləndirilən şəxslərin qardaşı tərəfindən onun evi tam təmir edildiyi və dəymiş ziyan ödənildiyi üçün o məhkəmədə bacılardan şikayətçi olmayıb. Məhkəmənin hökmünə əsasən Nəsibə Tağıyevanın gəlini 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzası 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab olunub. Yanğını törədən hadisə zamanı bacısını nəzarət üçün çöldə gözlədən Fəxriyə isə 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib. Bacısının badına gedən qadının cəzası himayəsində olan 2019-cu il təvəllüdlü övladı 14 yaşına çatanadək təxirə salınıb.